Durğun əmlak bazarı, artan qiymətlər. Artıq uzun müddətdir ki, böyük şəhərlərdə, xüsusən də paytaxtda müşahidə olunan durğunluğa baxmayaraq, daşınmaz əmlak bazarlarında qiymətlər artır. Bahalaşmanın əsas səbəblərindən biri Bakıda yaşayış binalarının inşası üçün torpaq sahələrinin məhdud olmasıdır. Digər tərəfdən, Bakıda bir sıra yaşayış massivlərinin sökülərək həmin ərazilərdə yeni avtomobil yolu, park və digər infrastruktur obyektlərinin salınması da qiymət artımına təsirsiz ötüşmür. Bu üsulun deməyə əsas verir ki, artıq yaxın gələcəkdə paytaxt ərazisində mövcud olan yaşayış massivlərinin böyük bir hissəsi artıq digər təyinat üçün istifadə olunacaqdır. Bu da tələbatın artması səbəbindən, digər tərəfdən də əmlakların satış qiymətlərinin artmasına gətirib sarır. Paytaxt ərazisində baş verən qiymət artımları səbəbindən artıq mənzil alıcıların böyük bir hissəsi Bakı ətrafı ərazilərə üst tuturlar ki, Bakı ətrafı ərazilərdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarındakı mənzillərin satış qiymətləri mərkəz ərazilərdən bir neçə dəfə daha ucuz qiymət təklif olunur. Bundan əlavə tikinti materiallarının da qiymətinin artması, dollar məzənnəsindəki dəyişikliklər və mənzilə olan tələbatın hələ də yüksək qalması da bazarda qiymətlərin sabitləşməsinə imkan vermir. Ekspertlər bildirirlər ki, keçən illə müqayisədə mənzillərin qiyməti 10-15% artıb. Hətta bəzi ərazilərdə bu artım 20%-ə belə çatır. 2018-ci ildən başlayan bu qiymət artımı hər il keçdikcə müxtəlif faiz dərəcələrində qalxmaqda davam edir. Bu isə belə deyək, əgər loğru dildə desək, bir il qiymət artımı azalması müşahidə edilərsə, o zaman investorlar bazarda qorxub və çəkinib qiymət azalmasını risk hesab edərək yenidən əmlak almağa, yəni o qədər də meyil etməzlər. Amma qiymət artımı hər il yaşandığı üçün, hər il davam etdiyi üçün bu investorları daha da bu işə cəlb edir. Əmlakların qiymətlərinin artması müştəri qıtlığı ilə nəticələnir. Əgər müştəri azlığı davam eləyərsə, ekspertlərin fikrincə süni artımlarda enmələr müşahidə oluna bilər.